Salamlar. Bugün sizinle çok maraqlı bir şey haqqında danışmaq istəyirəm. Bu videonu o qədər spontan çəkirəm ki, sadəcə həqiqətən ürəyimdən paylaşmaq keçdi. Biraz tez-tez danışmağa çalışacağım ki, çox uzun olmasın. Çünki mən biraz çox danışıram. Burada belə biraz şeyə bənzəyir, intihar videolarına falan, amma qəti belə bir şey deyil. Amma baxmayaraq ki, ölüm barədə danışmaq istəyirəm. Mən uzun müddətdir, yəni mən psixoloq falan deyiləm, haşa. Amma uzun müddətdir terapiya alıram, bilənlər bilir və o qədər artıq bu işin içinə girmişəm ki, yəni psixoloji kitablar, osu, busu, seminarlar, kurslar, indi də getdiyim hal-hazırda bir aktiv kurs var və bu mövzunu əhatə eləmişəm və bu mövzu mənim üçün çox maraqlı bir mövzudur deyə sizinlə də bölüşmək istəyirəm. Ümumiyyətcə bir dönəmdir ki, bilmirəm, hiss eləmisiniz ya yox, bir geri çəkilmişdim bir hər şeydən. Bir özümə qayıtdım, içimə qayıtdım, bir baxdım, gördüm nə var, nə yox, nələri həll eləmək lazımdır içimizdə, çölümüzdə, orada, burada. Nəysə, biraz həll elədiyimi düşünürəm sanki. Amma bir məsələ var, biz bunu hansı ki, sonuncu seminarda da üstündə işlədik, ölüm. Yəni, ölüm çox qəribə bir şeydir. Mənim sualım oydu ki, mən də o sualımı verdim, biz ölümlə bağlı danışanda. İnsan bu dünyaya gəldiyi andan etibarən öləcəyini bilən yeganə varlıqdır. Heyvanlar bilmir, amma insan bilir. Doğulduğun andan etibarən ölməmək üçün əslində sən çabalayırsan, bir efor verirsən. O survival instinct adlandırdığımız şeylər var, həyatda qalma dürtüləri var. Halbuki bilirsən zaten öləcəksən. Yəni bu dünyada doğuş nə qədər normaldırsa, ölüm bir o qədər normaldır əslində. Mən də sual verdim ki, bəs biz insanlar bu qədər ölümü, öləcəyimizi, hamının, atamızın, anamızın, onun, bunun, sevdiyimizin, dostumuzun, özümüzün öləcəyini bildiyimiz halda niyə bu qədər ölümü qəbullanmaqda çətinlik çəkirik? Burada mənim çox notlarım var. Mən əslində indi bir ümumiləşdirmə eləmək istəyirəm. Burada insan birinin, mənim fikrimə görə, biri ölən zaman insan sanki çox da o ölənə ağlamır kimidir. İnsan özünü ağlayır. Yəni insan düşünür ki, məsələn, işte bu insan həyatımdaydı, o insan artıq yoxdur. Mən bundan sonra nə edəcəm sanki ağlayır. Yəni o insanın yoxluğuna deyil sanki. Və çox şad oldum ki, mənim bu fikrimdən psixologumla razılaşdı. Biz dedik ki, əslində belədir. Bəs niyə belədir? Sual belə doğa bilər. Necə bunu düzəldə bilərik? Necə ölümü daha rahat qəbul eləməyə çalışa bilərik? Gözləntilər. Ən vacib burada point budur. Oturub bir gözləntilərə baxmaq lazımdır. Kimin öləcəyindən qorxursan və niyə qorxursan? Nə gözləyirsən ki o insandan? Çünki insan həyatda gözləntisi olan insanın ölməyindən qorxur. Əslində isə bizim həyatda çox üzücü bir gerçək, heç kimdən bir gözləntimiz olmamalıdır. Hələ valideynlər, hələ dünyaya gətirdiyimiz övladlar. Heç kimdən gözləntimiz olmamalıdır. Zaten bu olsaydı dünya mükəmməl olardı. Amma qorxduğun məqam, itirməkdən qorxduğun məqam buradadır. O gözləntilərə baxmaq lazımdır. Məsələn, insan tutaq ki, qorxur ki, həyat yoldaşını itirəcək. Oturub list yazırsan və yaxud da ki, valideyn ola bilər və yaxud da ki, başqa bir şey ola bilər. Niyə onun ölümündən bu qədər qorxursan? Niyə onun ölümü səni bu qədər narahat edir? Oradakı o məqam nədir? Ona baxandan sonra, o gözləntiləri yazandan sonra, məsələn, məni maddi olaraq təmin edir. Sual, sən niyə ondan maddi olaraq bir gözlənti içərisindəsən? Niyə sən özünü maddi olaraq təmin edə bilmirsən kimi bir şeylər? Yəni bu çox uzun, çox dərin, çox vaxt alacaq, danışılacaq bir məqamlardır. Belə mən zonq deyə belə gəldim, elə bir mövzu ilə gəldim. Açığı bu mövzunu danışmaq istədim.
Sözüm yarımçıq qaldı. Deməli bu mövzunu danışmaq istədim. Çünki içimdən bu mövzunu danışmaq gəldi və düşünürəm ki, bəzən insanın qəlbindən bir şey danışmaq keçirsə və spesifik olaraq da bu mövzu keçirsə, bunun danışılmağı daha yaxşı bir şeydir. Ola bilər ki, bunu izləyəcək olan insan bəlkə də eşitməli olduğu şeyi eşidər, görməli olduğu şeyi görər. Bir anlam arayışı, axtarışı içindədirsə, bu video ona kömək ola bilər. Bu qədər bəsit. Maraqlı kommentləriniz olsa, bölüşün məndən. Yəni, bu haqqda danışmaq istəsəniz, öz fikrinizi bildirmək istəsəniz, hətta maraqlı fikriniz olsa, mən də fikrimi sizlə bölüşüm. Bu haqqda doğrudan danışa bilərik. Belə. Biraz çox belə tısıq deyə girdim. Tısıq gəldiyim kimi də indi gedirəm. Sizlər düşünmək üçün bol vaxt verirəm. Çünki zaten artıq ağlımızda yeni təb açıldı. Hələlik.